Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə div və span elementləri haqqında danışacağıq. Bunlar nədir, niyə görə istifadə olunur? Bunları sizə izah etməyə çalışacağam. Ctrl B eləyirəm, sol tərəfi bağlayıram. Baxın, div və span dediyimiz zaman nə başa düşülür? İlk öncə bunu başa düşmək lazımdır. Əslində biz div yazdığımız zaman bir division nəzərdə tutulur. Yəni bir qutu nəzərdə tutmaq olar. Məsələn, belə bir şey yazıram. Div dediyimiz zaman, hətta bu ekrana keçim. Baxın. Div dediyimiz zaman, yəni bir qutu nəzərdə tuturuq. Məsələn, bu boyda da ola bilər qutu, bu boyda da ola bilər, bu boyda da ola bilər. Bunları yəni CSS-lə təyin etmək mümkündür. Bu boyda da kiçik qutu ola bilər. Belə bir qutuda. Yəni fərqli formalı, baxın, burada göstərdiyim kimi fərqli formalı qutular ola bilər. Elə deyil? Bu məlum məsələdir bizə. Yəni biz divlə əslində müəyyən bir yeri çərçivələmiş oluruq. Baxın, çərçivələmiş oluruq. Yəni nə deməkdir bu? Div özü əslində özlüyündə heç bir şeydir. Boşluqdur. Amma biz onunla müəyyən yerləri sərhədləyə bilirik və təbii ki, istifadəsi də müntəzəmdir. Demək olar ki, çox istifadə olunur. SEO tərəfdən div və spanın demək olar ki, əhəmiyyəti yoxdur. Yaxşılaşdırmaya doğru, yəni əhəmiyyəti yoxdur. Pisləşdirməyə də doğru yoxdur, amma istifadə olunma yerinə görə, məsələn, uyğun semantik etiket yerinə istifadə olunubsa, təbii ki, mənfiyə doğru istifadə deməkdir bu. Yəni çünki normal halından aşağı çəkmiş oluruq. Amma üstünlüyü yoxdur SEO tərəfdən. SEO-nun da nə olduğunu bir sonrakı dərslərdə izah edəcəm, narahat olmayın. Yəni div dediyimiz zaman müəyyən bir sahəni çərçivələmiş oluruq biz. Örneğin, yəni bu harda istifadə olunur? İlk öncə onu deyim sizə. Müəyyən bir elementləri qruplaşdırmaq üçün istifadə olunur. Məsələn, biz düşünün ki, baxın, belə bir kart var düşünün. Bax buradan yuxarıda şəkildir. Bax bura image düşünün. Image hissəsi olur. Baxın, burada məsələn məhsulun adı yazılıb. Baxın, H2 ilə burada məhsulun adı yazılıb düşünün. H3 ilə də ola bilər. Məsələn, H3 ilə məhsul adı yazılıb. Burada məsələn, baxın. Burada məsələn, biraz geniş yazım. Məsələn, P ilə burada, baxın, P elementi ilə burada məhsul haqqında açıqlama yazılıb düşünün. Sonra burada məsələn qiymət yazılıbdır, məhsulla bağlı qiymət. Burada buton var, məhsula aparmaq üçün də, yəni məhsulu daha detallı incələmək üçün burada buton var düşünün. Bu yazdığımız, fikir verin, bir kartda elə deyil. Biz bunu divlə yaza bilərik. Baxın, bu çərçivəni deyərik ki, div olsun. Necə olar bunun strukturu? Baxın, buradakı elementləri keçmişik də. Buna deyərik div olsun. Sonra o həmin divin içərisində bir dənə image yazarıq. O image-dən altda nə yazarıq? Artıq bu image-in özünü də bir dənə bunun içində div yazıb yaza bilərik və bunları da bir dənə div yazıb onun içərisində yaza bilərik. Yəni nəticədə nə edirik? Biz elementləri qruplaşdıra bilirik. Bu niyə görə yaxşıdır deyə soruşsaz əgər, CSS-də qruplaşdırılmış elementlər olduğu zaman, daha doğrusu HTML-də elementləri qruplaşdırdığımız zaman CSS-də bizim işimiz çox rahatlaşmış olur. Aydındır? Örneğin, bir öncəki dərsimizdə form yazmışdıq, elə deyil? Məsələn, burada label yazmışdıq, altından input yazmışdıq, elə deyil? Eyni şeyi aşağıda da təkrarlamışdıq, belə input yazmışdıq. Biz bunların olduğu hissəyə özəl bir CSS, belə deyək də, daha doğrusu CSS ilə bir özəlliyi vermək istəsək, bunu da div içərisində yazsaq, həmən divə class versək, təbii ki, divlərə class ID verə bilirik biz, atribut olaraq. Həmin divlərə ID və yaxud da ki, class versək, həmin ID-yə görə, classa görə CSS içərisində çağırıb deyə bilərik ki, məsələn, bu divin arxa fon rəngin bu rəng elə. Onda artıq yəni həmin klasa sahib elementlərində təbii ki. Onda artıq həmin klasa sahib olan həmin divlər artıq eyni rəngə boyanmış olacaq. Örneğin də deyirəm, yəni elementləri qruplaşdırmaq üçün divdən istifadə olunur və spandan da bunun üçün istifadə olunur, amma spandan daha kiçik həcmli yerlərdə tekst daxilində istifadə olunur. Örneğin, məsələn, P yazıram bura, lorem 6 deyirəm bura. Elə deyil. Mən gəlib burada məsələn bunu, bu sözü məsələn deyirəm, bura gələ bilsək. Bunu Ctrl X eləyərəm, span yazaram bura. Bunun içərisinə ataram. Hal-hazırki vəziyyətdə dəyişən bir şey olmadı. Amma mən bu dollar sözünə özəl davrana bilmiş olacağam. Baxın, buna ID deyərəm və yaxud da ki, buna class verərəm. Gedərəm CSS-də deyərəm ki, bu ID-yə sahib elementin rəngini fərqli et. Colorunu dəyiş və yaxud da ki, backgroundunu dəyiş. Onda nə dəyişəcək? Buna təsir etmiş olacaq. Bu cümlə daxilində fərqləndirməkdir, qruplaşdırmaqdır. Fikir verirsinizsə əgər span. SEO tərəfdən əhəmiyyət yoxdur. Bir var strong var. O strong da fərqləndirmə idi, amma bu necə idi? Baxın, belə birbaşa təsir göstərir strong. Amma span isə
birbaşa təsir göstərmir. Sadəcə bizə şərait yaradır ki, həmin elementə özəl davrana bilək. Onu ayıra bilək. Aydındır? Yəni ona özəl davrana bilək. Bu formada, spam bu formada istifadə olunur. Daha çox cümlələr içərisində, tekstlər içərisində istifadəsini görmüş olacaqsınız. Amma div yazdığımız zaman, məsələn div yazıram, baxın Ctrl S eləyirəm, heç bir şey görmürük ekranda. Sağ düymə vurub inspekt eləsə əgər, baxın, bura baxdığımız zaman üzərində gəzirəm HTML görsənir. Bax, fikir verin, div də görsənmir. Amma bəd içərisinə gəlsəm, baxın, divin üzərinə gəlsəm, div görünür orada, amma heç bir yeri əhatə eləməyib. Fikir verin. Bu divin içərisində örneğin image yaza bilərəm. Bunun içərisində yazaq. Məsələn, bu image yaza bilərik, elə deyil. Daha sonra nə yaza bilərik? Örneğin P yaza bilərik. Lorem məsələn 3 deyək bu formada. Hətta bu image-i silək buradan. İçərisində bir şey olanlar. Məsələn, Ctrl S eləyirəm. Baxın, indi baxdığımız zaman baxın, bu P-nin üzərində dayandığım zaman nə olur? P-ni göstərir. Kənara çıxıb indi göstərə bilsəm, kənara çıxa bilməyəcəm, çünki bunun marginləri mənə icazə vermir. Buradan gəlin göstərin, baxın. Bu divin üzərinə gələndə görürsünüz, oranı göstərdi. İndi gəlin bu fərqini buradan da baxa bilərik. Örneğin yuxarıda, bundan yuxarıda bir dənə H2 yazaram. Məsələn, Lorem 2 deyərəm. Ctrl S eləyərəm bu formada. Enter vurub Ctrl S eləyərəm. Bu formada baxa bilərik. 2 versəz əgər bu H2 də və divi göstərir. Divi göstərir. Divdən kənarda, burada solda elementlərə baxın. HTML-dir. Baxın P-dir. Bura divdir. Bu H2-dir. Buradan da incələsək əgər, baxın, div içərisində nə yazmışıq? H2 yazmışıq, P yazmışıq. Bunları qruplaşdırmışıq sanki. Bir qutu içərisinə bir çərçivə almışıq. Aydındır? Təbii ki, bunları praktik eləyəcəyik sizinlə, amma başa düşmək lazımdır ki, span daha çox tekst daxilində hər hansı bir yeri fərqləndirmək, rəngini dəyişmək, ölçüsünü dəyişmək və s. kimi şeylər üçün istifadə olunur. Div isə müəyyən elementləri qruplaşdırmaq, ayırmaq, sərhədləmək üçün istifadə olunur ki, CSS özəllikləri verəndə işimiz rahat olsun. Örneğin bu divə gəlib deyə bilərəm, ID verə bilərəm. Məsələn, first div, kebab case yazaq, div yazıram. Və yaxud da ki, class da verə bilərəm. Baxın, first div. Burada indi class adı ilə, baxın, class adı ilə ID adı bu formada eyni ola bilər. Zaten çağırdığımız zaman DSD first ID yazsaq, first div yazsaq, deməli ID-yə görə çağırırıq. Nöqtə first div yazsaq, deməli class-a görə çağırırıq. Aydındır? Amma bu ID bilirik ki, başqa bir elementdə ola bilməz. Məsələn, mən gəlib P-yə ID versəm, bura first div yaza bilmərəm artıq. Bu düzgün olmaz. Aydındır? Bunu başa düşmək lazımdır. Amma başqa bir ID verə bilərəm. Məsələn, first P yazaram bura. Belə bir şey yaza bilərəm. Aydındır? Bunu da bilmək lazımdır. Əlavə məlumat kimi sizə deyim. İndi buna ID və class verdik. Gəlib burada, hətta təcrübə üçün gəlin göstərim sizə. Baxın, head içərisində style deyirəm. Backgrounddan istifadə edirəm yalnız ki, bu CSS kodlarına çox ilişib qalmayasın. Məsələn, DS deyərək nəyə görə çağırıram? First. Səhvimiz burada nə oldu bizim? Style içərisində. First. Deyib burada nəsə. Bir dəqiqə. Style deyirəm. First div deyirəm. Açıram mötərizəni bu formada. Deməli, məsələn, background colorumuz olsun red. Ctrl S edirəm. Baxın, həmən divin arxa plan rəngi bu formada oldu. Aydındır? İndi bunun tutduğu yeri, ölçülərin və s. dəyişmək olur dediyim kimi. Aydındır? Deyə bilərik ki, az yer tutsun və ya gəlsin bura qədər, məsələn, aşağıya qədər hissəni tutsun və s. və s. Bunlar CSS-in işləridir. Aydındır? Amma düzgün struktur qurmaq üçün divlər bizə çox kömək eləyir. Bunu yadınızda saxlamalısınız və span da yazaq gəlin burada. Məsələn, bu ipsumu da Ctrl X edirəm buradan. Span içərisində yazıram, Ctrl V edirəm. Məsələn, buna da elə birbaşa gəlin burada yazıram. Span deyirəm bu formada. Deyirəm ki, səhifədəki bütün spanlara bu özəlliyi tətbiq et. Məsələn, burada da color deyək. Yəni, rəngini dəyişək. Məsələn, blue eləyə bilərik. Baxın, Ctrl S eləyirəm. İndi spana da təzə. Baxın, ipsum sözü yalnız bu rəngdə olmuş oldu. Okay? Yəni, biz bu divlə qruplaşdırma edə bilirik. Hətta dərsimizin vaxtı çox olmasaydı, mən praktikada edə bilərdim burada. Baxın, gəlin belə bir div yazım burada. Div yazıram, bunu da gəlin Ctrl-KC eləyə burada. Style-da Ctrl-KC eləyirəm ki, qarışmasın. CSS dərsi deyil, sadəcə göstərirəm ki, hazırlıqlı olasınız. Örneğin, belə bir belə deyək, kart hazırlamaq istəyirik. Məsələn, burada düşünün, bu yuxarı hissədə şəkil olacaq. Baxın, burada düşünün ki, şəkil olacaq. Heç şəkil hissəsinə baxmırıq. Gəlin belə bir şey hazırlayaq. Yəni, çünki bir şəkil gətirib oraya əlavə etməliyik və s. Burada H2 olsun, məsələn, burada P olsun, açıqlaması olsun.
burada qiyməti olsun və yaxud da ki, nəsə olsun, burada da reytinq olsun. Belə bir şey hazırlamaq olar. Örneğin gəlirəm bura H2 deyirəm, məsələn, lorem 2 deyirəm bu formada. P deyirəm, məsələn, lorem 20 olsun. 20 olsun, Ctrl S edirəm. Bu formada olsun. Açıqlama hissəsidir bu bunun. Daha sonra bundan altda hər hansı bir şey yazmaq olar. Məsələn, elə P içərisində yazıram normalda, amma semantik etiketlər içərisində, məntiq etiketlər içərisində yazmaq daha yaxşıdır. İndi mən P içərisində yazıram da, əsas məsələ div içərisində istifadəni göstərirəm. Praktikalarda düzgün yazılışları göstərəcəm sizə zaten. Qiyməti məsələn nə içərisində yazsaq daha yaxşıdır və s. və s. kimi şeylər. Aydındır? Məsələn, buraya yazıram 12 dollar, manat ya da fərqi yoxdur. Və yaxud da ki, burada bir dənə də P açıram, qiymətləndirmə deyirəm ki, məsələn 5 qiymət. Bu formada belə bir şey yazdıq düşünün. İndi bu belə səliqəsiz görsənir də, burada elə deyil. Biz bunu div içərisində yazdığımız üçün artıq bu divə özəllik verə biləcəyik. Məsələn, deyəcəyik ki, bu div bu qədər yeri tutsun. Baxın, bu qədər yeri tutsun, bu yazıları yerləşdirək. Bu kənara çıxan yazılar ki var burada, bax burada. Onlar bura düşəcək. Yəni belə bir kart olacaq da. Baxın, burada belə bir şey olacaq. Baxın, başlıq burada olacaq. Bunun altında P belənçi bu formada olacaq. Daha sonra burada qiymət hissəsi olacaq. Burada məsələn burada qoymaq olar. Burada qoymaq olar. Qiymət hissəsində qoymaq olar. Yəni bura qiymət, daha doğrusu burada deməli əslində bu dəyərdir. Yəni satış qiymətidir. Bu da ki qiymətləndirmə məhsulun qiymətləndirməsi də o mənada nəzərdə tutmuşam bunu. Bunları işləyəcəyik yəni. Əsas məsələ divin istifadəsini başa düşək. Yəni biz bu məlumatları divlə çərçivələmiş olduq, fikir verdinizsə əgər. Çərçivəyə aldıq. Yəni qruplaşdıra bildik, səliqəli eləyə bildik. Bir var ki, H2-ni, P-ni və s. bu formada açıq şəkildə yazaq, amma bir də var ki, div içərisinə atıb yazaq. Okay? Məsələn, bu div içərisində bir dənə də div yazıb, bunun içərisində image yaza bilərəm. Aşağıdakı bunu da qruplaşdıraram. Baxın, bunu da Ctrl-X eləyərəm. Bir dənə divə ataram və belə yaza bilərəm. CSS-də inanın ki, bu o qədər işimizi rahatlaşdıracaq ki, belə yazılışlar. Baxın, bir div yazmışıq. Buna deyə bilərik, məsələn, container div deyərik. İçərisində olana, məsələn, deyərik ki, image div və yaxud da ki, burada deyərik ki, info div və s. də məlumatlarla bağlı div və biz Flex-lə və s. CSS-də bunları çox səliqəli şəkildə alt-alta, yan-yana düzə bilərik. Aydındır? Rəngləndirməsini və s. hamısını edə bilərik, nə qədər yeri əhatə etsin. Bu formada səliqəli olacaq. Yəni belə yazılış da mümkündür. Aydındır? Hətta belə də qalsın qoy burada. Okay, yəni divi başa düşmək lazımdır ki, özlüyündə demək olar ki, heç bir şeydir, amma elementlərlə istifadə olunduğu zaman çox dəyərli bir elementə çevrilir deyə bilərik. Yəni müəyyən bir yerləri əhatələmək, çərçivələmək üçün, qruplaşdırmaq üçün müəyyən elementləri istifadə olunur. Təbii ki, semantik etiketlər, yəni məntiq etiketləri dediyim ki var, onlar da keçəcəyik irəliləyən dərslərdə. Onların yerinə istifadə olunursa, deməli SEO tərəfdən mənfilik gətirəcək. Həmən dərslərdə ətraflı danışacağam. Amma yox, belə məsələn kartda və s. istifadə olunursa, deməli SEO tərəfdən çox da yəni əhəmiyyət zaten gətirə bilmir, amma mənfilik də gətirmir. Aydındır? Bunu da başa düşmək lazımdır. Span da dedim ki, belə bu formada daha çox mətn içərisində və s. istifadəsini görəcəksiniz ki, praktikalarda istifadə edəcəyik. Heç narahat olmayın. Tədrisin sonunda ardıcıl praktikalarımız olacaq. Hər tədrisdən sonra və s. praktikalar zaten salırıq. Bu qədər. Bu dərsimizdə div və span haqqında danışdıq. Növbəti dərsimizdə fərqli mövzu ilə davam etmiş olacağıq. Bir sonraki dərsdə görüşək.